İlk öncə Google-a daxil oluruq və Code.Ava saytına keçid edirik. Sayta keçid etdikdən sonra sizi qeydiyyatdan keç butonu qarşılayır. Butona klikledikdən sonra giriş və qeydiyyat hissəsinə gəlirsiniz. Qeydiyyatdan keçmək seçimini seçib Azərbaycan və ya Rus bölməsi olduğunu seçirsiniz. Daha sonrasında sizə aid olan şəxsi məlumatları qeyd edirsiniz. Ən aşağı hissədə isə elektron poçt ünvanı və əlaqə nömrələrinizi qeyd edirsiniz. Bunları etdikdən sonra şəxsi məlumatların emalına razılıq verirsiniz. Daha sonrasında qeydiyyatdan keç butonunu klikləyərək qeydiyyatı tamamlayırsınız. Bu mərhələləri bitirdikdən sonra sizin e-mail poçtunuza sizin giriş kodunuz və şifrəniz gələcək. Onları Alqoritmika AZ saytına daxil edirsiniz. Daxil olduqdan sonra sizin şəxsi e-poçtunuza gələn login kodu buraya daxil edirsiniz. Daha sonrasında isə şifrənizi qeyd edirsiniz. Və bu sizin şəxsi kabinetinizdir. Burada olan istifadəçi təlimatlarını izlədikdən sonra ilkin olan kod saatı 1-i tamamlayırsınız. Daha sonrasında isə modul 2-yə daxil olub buradakı sorğunu yerinə yetirirsiniz. Bu sorğunu da yerinə yetirdikdən sonra sizin üçün modul 3 olan əlavə fəaliyyətlər qismi açılır. Burada həm siz öz layihənizi Figma ilə hazırlama üsulunu, həm də layihə dizaynını öyrənə bilərsiniz. Mən rəqəmsal bacarıqlar dərsində Milli Hackathon proyekti ilə tanış oldum. Müəllimimiz bizə bu proyekti izah elədi və qaydaları da izah elədi. Daha sonra isə biz kompüterlərin qabağına əyləşəndə gördük ki, artıq biz rəqəmsal dərsləri keçdiyimizə görə avtomatik olaraq biz milli proyektə qoşulmuşuq. Və daha sonra isə testləri həll elədik və ikinci tura keçdik. Mən özüm bu hackathon haqqındakı məlumatımı məktəbimin girişində yerləşdirilmiş məlumat lövhəciyindən əldə etdim. Daha sonra isə bu məlumatı daha əvvəl bir neçə hackathonda iştirak etdiyimiz kiçik innovativ qrupumuzla bölüşmək istədim. Biz bu qrupda 4 nəfərdən ibarətik. Hackathon layihəsində iştirak etmək gələcək karyeramız üçün də çox vaciblidir. Burada verilən suallar və tapşırıqlar mənim marağımı cəlb etdi və hər bir şagirdə tövsiyə edirəm ki, bu yarışda iştirak etsin. Bu yarışmada iştirak etmək bizim proqramlaşdırma sahəsində olan biliklərimizi daha da artıracaq. Bütün hamıya uğurlar arzu edirəm.